Numerologiyadan necə bilə bilərik ki, bir insan mənim karmik partnyorumdur və yaxud da mənim ruh əkizimdir, ruh eşimdir, ruh yoldaşımdır. Bunu necə bilə bilərik? Bunun üçün daxil oluruq sizə göndərdiyim kalkulyatora və burada öz doğum tariximizi yazırıq. Bu şəklin ekran rəsmini götürürük, sonra yoldaşımızın doğum tarixini yazırıq, ekran rəsmini götürürük və gəlirik burada aşağıdakı cədvələ. Bu cədvəldə baxırıq. Burada sağ tərəfdəki sütundakı enerjilərə, burada 9 enerji var. Bu 9 enerjidəki rəqəmlərə baxırıq. Və açırıq partnyorumuzun doğum matrisasını və onda buradakı 8 enerjiyə baxırıq. Burada gördüyünüz 8 enerjiyə. Əgər buradakı hansısa rəqəm, ondakı rəqəm məndəki rəqəmlə eynidirsə, deməli bu insan mənə karmik eşdir, karmik bağdır, karmik partnyordur. Məsələn, bu insanda, bu misalda çəkdiyim insanda karmadakı rəqəmlərini burada görürsünüz. 11, 19, 15, 11, 4. Görürsünüz burada 7 də var. 4, 15, 11, 7, 19. Bu rəqəmlər bu insanda negativdədir böyük ehtimal. Və Allah bu insanın qarşısında çox vaxt məhz bu rəqəmlərə sahib pozitivdə yaşayan insan çıxardır ki, onu şəfalandırsın. Bu insan kimlə evlənir? Ya 4-ü burada olan insanla, ya ayın 15-i doğulan, ya noyabrda doğulan, ya iyulda doğulan, ya ayın 7-si doğulan, ya 19-u doğulan və ya da il enerjisi olan. O zaman olur karmik partnyor. Buradakı karmik rəqəmi. Əgər buradadırsa, deməli bu insan karmik partnyordur. Necə bilək ki, ruh eşidir? Baxırıq missiyaya, ən birinci. Əgər missiya eynidirsə, məsələn, mənim missiyam 3-dür, rəfiqəmin, iş yoldaşımın, müəllimimin çox özümə yaxın hiss edirəm. Baxıram onda missiyası 3-dür. Biz birimizə yaxın ruhlarıq, qohum ruhlarıq. Və yaxud da yoldaşının da missiyası buna baxırıq. Bu iki rəqəm eynidir. Deməli siz onsuz da ruh eşisiniz. Və yaxud da sən ayın 16-sı doğulmusan, bu insanın il enerjisi ili 16-dır. Sən ayın 3-ü doğulmusan, yoldaşın martda doğulub. Sən 12 hansısa ayın 12-si doğulmusan, bu insan dekabrda doğulub. Bu insanla sən ruh eşisən. Buradakı rəqəmlər eyni gəlirsə, deməli bu insanla sən ruh eşisən. Bu rəqəmlər həm buradadır, həm də oradadırsa, demək ki, eyni yaxın qohum ruhlarsınız, amma bəzi keçməli olduğunuz məsələlər var. O məsələləri də hesablama zamanı bir yerdə aydınlaşdıracağıq.